Salam dostlar. Bugünkü videomuzda bal arılarının bəslənməsi haqqında danışacağıq. Yəni bal arılarının bəslənmə dönəmi iki hissəyə bölünür. Yumurta dönəmindən bal arılarının bala halına keçməsi dönəmi və ömürlərinin sonlarına başa çatması bir dönəmi. Yəni ki, bal arıları özlərində qidalana bilmədikləri üçün kənardakı, ətrafdakı arı ailələri bal arılarını bala halına keçmə müddətində qidalandırırlar. Daha sonra bir neçə gün bir-birinin vasitəsilə ölənə kimi qidalanırlar. Yəni ki, bal arılarının qidalanması kəpənək kimi və tırtıllı kimilərin qidalanması kimi deyil. Öz-özlüyündə qidalana bilmirlər. Ətrafdakı arıların qidalandırılması hesabına var olub və daha sonra yaşayırlar. Ana arının qidalanması belədir ki, ana arı yumurta dönəmindən ömrünün sonuna kimi arı südündən qidalanır və bu ona əsaslanır ki, ana arı bala halından ölənə kimi yaşadığı bir sürədə bir müddətdə yumurta atmaq qabiliyyətinə malikdir və onunla bağlı olaraq da bala halına keçənə kimi ana arılar yumurta südündən qidalandırılır. Və işçi arılar isə larva dönəmi arı südündən qidalanırlar və 3 gündən sonra isə arı südü bal polenlə qidalanırlar. Bala arı olduğu halda isə işçi arılar bal polen 14 gün bal polenlə qidalanırlar. 14 gündən sonra isə artıq balla qidalanırlar. Erkək arılar da arı südündən qidalanır. 3 gündən sonra isə artıq larva dönemindən sonra artıq isə arı südü bal polenlə qidalanırlar. Və pupa dövrü başa çatdıqdan sonra erkək arı bala halında pətəkdən çıxır və 8 gün müddətində bal polenlə qidalanır. 8 gündən sonra artıq ölənə kimi balla qidalanır. Əslində arıların ətrafdakı arıların qidalandırılması hesabına baş verdiyi üçün arıların arı ailələrinin pətəkdə yeşik daxili miqdarının dəyişməsi və formalaşması əsas götürülür. Yəni ki, ana arı daima arı südündən qidalandığı üçün o gözdə, yəni o pətəkə qoyulmuş ana arı yuvasından daima ana arı mövcud çıxır. İşçi arılar gözündə, pətəkdə isə işçi arılar mövcud halında, bala halında çıxır. Erkək arıların qoyulmuş göz və yaxud da ki, yuva erkək arılar bala halında mövcud çıxır. Və arı ailəsinə hansı arının lazım olduğunu arılar özləri qərar vermə qabiliyyətinə və ehtiyac bildikləri halda ana arı gözləri və yaxud da erkək arı gözləri və yaxud da ki, işçi arı gözləri bərpa etmək qabiliyyətinə malikdirlər.